Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən təlimçi Turanə Cəfərli, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloqam. Sabira Wellness şirkətində təlimçi kimi, ekspert kimi çalışıram və bizim hər həftə fərqli mövzularda təlimlərimiz olur. Bu gün də onlardan biridir. Bugünkü mövzumuz xüsusilə mənim öz şəxsi bir marağım var bu mövzuya. Maraqdan əvvəl önəmli də çox bir önəmli bir mövzudur və insanların ən çox da səhv anladığı bir mövzu haqqında danışacağıq. İmmun sistem haqqında. İnsanlar 70% insanlar bu prosesi çox səhv başa düşürlər. Çünki bəzən olur ki, insanlar immunitet sözü deyəndə ancaq xəstələnəndə yadlarına düşür. Və bu günləri biz sizinlə bu sistemin ümumiyyətlə nə olduğunu, bunu biz necə gücləndirməliyik, hansı proseslərə biz diqqət yetirməliyik, hər birini bir yerdə öyrənəcəyik. İmmunitet əsasən bizim görünməyən bir bədəndə olan bir sistemdir və qoruyucu sistemimizdir. Çünki biz bədənimiz hər gün minlərlə bakteriya, virus, toksinlərlə təmasda oluruq. Amma o demək deyil ki, biz günlərlə bundan biz təmasda oluruq, biz hər gün xəstələnirik. Məsəl üçün, evdə elə bir an olur ki, evdə 5 adam yaşayırsa da ikisi xəstələnə bilir, üçü bu virusu tutmaya bilir. O demək deyil ki, biz həmin virusdan təmasda olmuruq. Burada həmin zaman, həmin o insanların xəstələnməmələrinin səbəbi burada bizim immun sistemimizin ona verdiyi cavabdır. Yəni həmin bu sistem səssiz gedir. Və biz yatanda da işləyir, yemək yeyəndə də hər bir prosesdə həmin bu immun sistem işləyir və cavab verir. İmmun sistem yəni sadəcə xəstələnməmək deyil. Yəni bəzən olur ki, mən xəstələnmirəm, mənim immun sistemim güclüdür. Belə bir anlayış yoxdur. Və bu günləri biz immun sistemi bir yerdə mexanizmi öyrənəcəyik. İmmun sistem ilk öncə bunu bilməyinizi istərəm ki, nədir? Yəni immun sistem özünü tanıma və bir yad maddəni məhv etmə qabiliyyətinə malik olan bir sistemdir. Yəni bədəndə olan bu səssiz gedən sistem bədənə düşən hər hansısa da bir yad maddəni tanımır və onu məhv etməyə başlayır. Bir də var ki, bədən öz immun, o bədənində olan maddələri, hüceyrələri tanıyır və ona uyğun reaksiyalar verir. Yəni ümumilikdə götürəndə immunitet mənə aid olan hüceyrələri tanıyır, yad olanları isə ayırmaq istəyir. Yəni ilk öncə bunu başa düşməliyik. Və işləməsinə gəldikdə immun sistem necə işləyir? Gəlin baxaq. İmmun sistem ilk olaraq bədənə düşən hər hansısa bir bakteriyadırsa, virusdursa, toksindirsə də ona qarşı bir proses gedir. Proses deyəndə onu tanıyır. Tanıyandan sonra, yəni tanış olur. Və ondan sonra burada tanış olduqdan sonra siqnallar ötürür ki, bədənə yad maddə daxil olubdur. Və bu siqnal ötürülən zaman bizdə məsəl üçün bu qızdırma qalxır, biraz halımız pisləşir. Yəni bunun hamısı həmin o siqnal ötürmə anında baş verir. Və bu zaman immun hüceyrələr həmən hücuma keçir və bu yad cisimləri başlayırlar məhv etməyə. Və məhv etdikdən sonra həmin bu immun sistemin yaddaşına həmin bu yad maddə, yəni yaddaşında qalır. İndi bu mərhələdə əgər bir insanda həmin bu yaddaş hüceyrələri var ki, bunlar zəifdirsə də, hücum edən immun hüceyrələr varsa, bunlar zəifdirsə də, siqnal ötürmə hüceyrələri zəifdirsə də, bu mərhələdə başlayır xəstəliklər yaranmağa və onda da artıq və bu prosesin hansısa birində pozulma gedirsə də, immun sistem zəifdir və xəstəliklər də burada baş qaldırır. Yəni proses olaraq bu şəkildə davam edir. Və gəlin baxaq immun dedikdə hüceyrə səviyyəsində mexanizm necə işləyir. Yəni burada sizi çox yormaq istəmirəm.
Yəni ümumi olaraq immun sistemin içərisində immun hüceyrələr var ki, bunlar makrofaqlardır, neyrofitlərdir, NK hüceyrələrdir. Yəni bunlar sizə ehtiyac yoxdur. Ümumi bilməyiniz lazım olan bir şeydir ki, immun sistemdə immun hüceyrələr var və bu immun hüceyrələr də bu işi görür, mexanizmi həyata keçirir. Məsəl üçün, qrip olmuşuq, virusdur və həmən bədənə daxil olduqda burada makrofaqlar yaranır ki, bu makrofaqlar başlayır bunları ötürməyə və sürətləndirən də digər hüceyrə olur, neyrofitlər olur və bunlar NK hüceyrələri də həmin o yad cisimləri başlayır məhv eləməyə. Yəni proses bu hüceyrələrdən baş verir. Yəni immun sistem dedikdə biz burada immun hüceyrələri də nəzərdə tutmalıyıq ki, bunların işləməsi də bizim üçün çox önəmlidir. Və ən önəmlisi isə burada tanıma virusu var ki, bunlar da TB limfositlərinin sayəsində baş verir ki, yəni bir dəfə tanıdığı virusu ikinci dəfə daha tez məhv edə bilir. Məsəl üçün, qrip olmuşuq, yəni biz bu qrip virusunu, qrip özü bir virusdur, dəfələrlə biz o virusu keçirtmişik, artıq bədən buna öyrəşibdir. Lakin bəzən ola bilər ki, yəni bunu məhv etmək gücünə sahibdir. Lakin proses olaraq, məsəl üçün hansısa hüceyrələrdə zəifləmə varsa da, bəli, o virusu biz ağır keçirdə bilərik, fərqli simptomlarla keçirə bilərik və yaxud da yaddaşımızda olmayan bir virusda, məsəl üçün koronavirus var idi ki, 2020-ci ildə bu virusu bizim bədən tanımırdı və hər kəsin immun sistemi fərqli olduğu üçün də fərqli algılayırdı. Və əgər biz məsəl üçün ikinci dəfə bu virusu keçirtsək də, bəlkə də keçirdirik, bilmirik, sakit şəkildə, onda bax bu limfositlər sayəsində orada yaddaşda həmin virusa qarşı bir yaddaş formalaşır ki, ikinci dəfə bədənə daxil olduqda artıq bədən onu tanıyır. Sistem necə işləyir? Gəlin baxaq. Yenə deyirəm, virus bədənə daxil olur, onu tanıyır. Tanıyandan sonra immun sistem həmən immun hüceyrələrini aktivləşdirir. Aktivləşdirdikdən sonra həmin o virusları öldürür. Öldürdükdən sonra onu yaddaşa verir. Yəni bu proses bu şəkildə işləyir. Əgər yenə deyirəm, bu zəncirlərin birində zəifləmə varsa da, biz əlbəttə ki, bu xəstəlikləri fərqli-fərqli keçirəcəyik. Və ona görə də bir xəstəliyi hər bir kəs fərqli hallarda keçirir. Məhz bax bu zəncirə görədir. Hardasa bir zəifləmə olur. Və insanlar güclü immuniteti, zəif immuniteti səhv salırlar. Əslində bizə çox belə güclü immunitet də lazım deyil, zəif immunitet də lazım deyil. Demək, zəif immunitet nədir? Hər virusa bədən cavab verir. Tez-tez reaksiya verməli. Yəni balanslı şəkildə işləmir. Güclü immunitet isə nədir? Güclü immunitet demək həddindən artıq çox tez-tez cavab verir. Yəni daim bu immun hüceyrələrini aktiv edir. Zəif immunitet odur ki, məsəl üçün bədənə bir virus daxil olubdur və immun hüceyrələr çox zəif ona reaksiya verir və zəif verdikcə də bizim xəstəliyimiz uzanır. Və əsasən də bu proses necə gedir? Bu immun hüceyrələrin cavab vermə reaksiyası çox zəif olur. Güclü immunitet nədir? Güclü immunitet artıq immun sistem, həmin o mexanizm daim aktivdir. Aktiv olması da bizim artıq o bədənimizdə olan lazımlı hüceyrələri də, virusları, bakteriyaları da bu belə düşməni kimi görür və daim bu immun sistem aktiv olur. Əslində bunun hər ikisi bizim üçün zərərlidir. Necə zərərlidir? Zəif immunitet bizi xəstələndirir, güclü həddən artıq aktiv immunitet isə bizim bədənimizdə bəzi xroniki xəstəlikləri əmələ gətirir. Və onun üçün bizim üçün immunitet balanslı olmalıdır. Yəni, immun sistem normal işləməlidir. Yad hüceyrələri məhv etməlidir və öz hüceyrələrimiz də normal hüceyrələri kimi qəbul etməlidir. Yəni, özünkündən yad bir maddələri bir-birindən ayırma qabiliyyətinə malik olmalıdır. Yəni, immun sistemin mexanizmi bundan ibarətdir.
Həddindən artıq immun sistem son zamanlarda çox populyardır. Yəni daha çox rast gəlirik insanlarda. Əlbəttə ki, bu da insanların həyat tərzi, bədənindəki gedən xroniki xəstəliklər fonunda yaranır. Məsəl üçün bu yaxınlarda təlimimiz olmuşdu allergiya haqqında. Bəs məhz burada allergiyanın özü də immun sistemin güclü aktiv şəkildə işləməsidir. Biz dedik ki, bizə nə lazımdır? İmmun sistemin normal balansda olmağı. Allergiyalı insanlarda, autoimmun xəstəlikləri olan insanlarda immunitet güclü şəkildə aktivdir. Məsəl üçün, polen gəlir. Polen gəldikdə artıq bədən onu yad cisim kimi görür və bu yad cismi başlayır güclü immunitet ona qarşı döyüşməyə və yaddaş prosesində bir zəif olma prosesi getdiyi üçün burada artıq bunu yaddaşa verə bilmir və hər gördüyü poleni o artıq yad cisim kimi qəbul edir. Və ona görə də burada bizim əsas fokuslanacağımız proses nədir? Həmin mexanizm. Harda bizdə qırılma var? Yaddaşdamı, hücumdamı, bədən onu necə algılayır? Yəni biz ilk olaraq burada hansı prosesdə pozulma var onu tapmalıyıq. Və həddən artıq immunitet də dediyim kimi bədəndə olan hüceyrələri onu düşman kimi görür və immun sistem daim aktiv şəkildə olur. Artıq bədən özü özünə hücum edir. Bu da ən təhlükəli vəziyyətdir. Əlbəttə ki, burada gedən səssiz bir iltihab olur və bu da xroniki bir iltihaba keçir. Yəni təsəvvür etdiyin ki, bədən daim mübarizə aparır və daim mübarizə aparan bədəndə də istər-istəməz artıq bədən yorulur, zərərli hüceyrələr çoxalır və yəni istəmədiyimiz xəstəliklərə gətirir, çıxardır. Və onun üçün də biz burada immun sistem deyəndə biz immun sistemimiz hansı balansla işlədiyi o bizim üçün çox önəmlidir. Pozulmalarına gəldikdə ilk olaraq biz ən çox fokuslanacağımız bizim bağırsağımız olmalıdır ki. Niyə? Çünki immun hüceyrələrin əsas mərkəzi bizim mikrobiotamızdır, yəni bağırsağımızdır. Təsəvvür edin ki, immun sistemin əsas 70% bizim mikrobiotamızda yerləşir. Əgər bir insanın sağlam bağırsağı yoxdursa da immun sistem normal işləyə bilməz. Bu ola bilər, yenə zəif ola bilər, yenə güclü ola bilər. Və son zamanlarda daha çox gördüyümüz insanlarda, yəni immun sistem bağırsaqla bağlı olduğu üçün immun sistemlərdə problem var. Son zamanlarda daha çox niyə pozulur? Əlbəttə ki, bu bizim yaşadığımız həyat tərzindən bağlıdır. Bu həddən artıq az yuxu ola bilər ki, az yuxu həmin o immun hüceyrələrin aktivliyini azaldır. Stres faktoru çox önəmlidir. Daim kortizol yüksək olur və bu da bizim immun hüceyrələrinin aktivləşməsinə qarşısını alır. Diyetlər var ki, insanlar az qidalanır, yəni istəyirlər ki, arıq olsunlar, yəni bədən ölçüləri standartlara uyğun olsun və başa düşmürlər ki, az qidalanma, vitamin, mineral çatışmamazlığı həmin o immun hüceyrələrin aktivləşməsində lazım olan vitamin, mineraldır ki, bunların əksikliyi də bu prosesin pozulmasına gətirir, çıxardır. Xroniki xəstəlik, bədəndə gedən xroniki xəstəliklər insanların fərqində deyil ki, və gətirir bizi hansı simptomlara çıxardır. Alkoqol, siqaret bunlar da çox önəmlidir və insanlar fərqində deyirlər ki, hər gün istifadə etdiyi bu zərərli maddələr həmin hüceyrələri zədələyir. Yəni immun hüceyrələr də buna daxildir. Onlarda zədələnmə gedir. Həmin o sizə dediyim zəncirdə bir qırılma olur. Və əlbəttə ki, bunlar hər biri stres faktorudur və bunları biz məsəl üçün düzəltmədən, həyat tərzimizi düzəltmədən hansısa gözəl bir immun sistemə, balanslı bir immun sistemə nail ola bilmərik. Necə düzəldək sualına gəldikdə, burada faktorlar çox önəmlidir. İlk olaraq bizim proseslərdə nəyə fokuslanmalıyıq? Bədəndə olan təmizlənməyə. Yəni təmizlənmə dedikdə nədir? Yəni daim biz bağırsağımızı təmiz şəkildə tutmalıyıq. Yəni sağlam mikrobiotaya sahib olmalıyıq ki, həmin bu immun hüceyrələr normal aktivləşsin və
bağırsağımızda toksin yükümüzü azaltmalıyıq ki, biz gün ərzində həddindən artıq çox toksinlərlə məruz qalırıq. Əgər bağırsaq mikrobiotası sağlam deyilsə də, bağırsaq onu təmizləyə bilmirsə də, immun hüceyrələr burada heç biri yarana bilməyəcəkdir. Vaksinlər çox önəmlidir dəstək üçün. Niyə? Çünki bu dediyimiz həmin o mexanizm var idi. Hücumdur, yaddaşa vermədir, immun sistemin ən son nöqtəsi. Vaksinlər onun üçündür ki, vaksin vurulur və bədəndə həmin bu TB limfositlərində demək antisellər yaranır ki, artıq bədən bu virusu tanıyır, yəni yaddaşa verir. Sonra dəstək çox önəmlidir ki, bizim beynimiz çox önəmlidir ki, bir virusa necə təsir edəcəkdir. Yəni beyin sağlamlığı, beynimizin mütləqdir ki, sinir sistemimizi, kortizol hormonumuzu aşağı səviyyədə tutmalıyıq ki, bədənə düşən viruslu immun sistemin cavabını düzgün şəkildə yönəltsin. Və əlbəttə ki, burada bərpa da çox önəmlidir. Biz immun sistemimizi bərpa etmək üçün, yəni immun hüceyrələrimizin olsa belə aktivliyi üçün hansı biz bərpaya üst tutmalıyıq? İndi bir yerdə baxacağıq. İlk olaraq bunu bilməliyik ki, bu zənciri tanımalıyıq. Yəni immunitetin əsas zəncirini. Əgər bu zənciri biz tanımasaq, prosesi düzgün qiymətləndirməsək, əlbəttə ki, biz düzgün immun sistemin cavabını tapa bilməyəcəyik. Baxın, ilk olaraq toksinlərdir. Toksinlər neynir? Bizim bədənimizə daxil olur. Toksinlər virus, bakteriyalar, çirk, hər bir şeydir. Ya bunlar bizim bədənimizə dolur. Əlbəttə ki, bunlar bizim bağırsağımızda daha çox məskunlaşırlar. Və əgər bizim bağırsağımız normal işləyə bilmirsə də və toksin yükü çox belə yüksək gəlib də, həddindən artıq çox bir insan fərqində olmadan işlədiyi mühitdən də ola bilər ki, yüksək şəkildə toksin daxil olub bədəninə və bağırsaq bunu artıq gücü çatıb təmizləyə bilmir. Və bu zaman nə olur? Mikrobiota pozulur. Mikrobiota pozulduqda artıq burada immun hüceyrələr normal şəkildə aktivləşə bilmir. Və aktivləşə bilməyəndə burada hüceyrəyə bilmirik nə siqnalı göndərir. Yəni virus var, yoxdur, hansı vəziyyətdədir. Artıq burada qırılma başlayır. Və hüceyrədə artıq bu siqnal gəldikdə bu sitokinlər nədir? Hüceyrələr arasında həmsöhbət aparırlar ki, yəni nə edir? Yəni əsasən də burada sitokinlərdə biz diqqətli olmalıyıq ki, burada nə deyirlər? Yəni bizə cavab olaraq nə deyirlər? Cavab olaraq deyə bilərlər ki, çox güclü virusdur, tanımıram bu virusu və yaxud da yəni yad bir cisimdir və ona görə də cavab olaraq biz möhkəm xəstələnməyimiz, qızdırmamız daim yüksək olmağımız, çox halsız olmağımız, hamısı baxın bu prosesə görədir, cavaba görədir, bizim bədən ona necə cavab verir. Və ona görə də biz immun sistemimizi, bu zənciri mütləq fokuslanmalıyıq ki, bizim bax bu zəncirimiz daim sağlam şəkildə olmalıdır. Bəs bu zənciri biz necə sağlam şəkildə edirik? Gəlin baxaq. Biz dedik ki, biz gün ərzində toksinlər qəbul edirik. Və bu toksinləri də elə olur ki, fərqində olmadan bağırsağın həddindən artıq gücü çatmır və bağırsağımızdan, bədənimizdən təmizləməliyik ki, mikrobiota sağlam olsun. Və bunun üçün biz tövsiyə edəcəyimiz məhsul hal-hazırda istokiçistatı, intestinal defens və Pure Life-dir. Bunlar hamısı bizim həmin bax bu zəncirdə olan toksinləri bağırsağımızdan kənarlaşdırır ki, bağırsağımız yüklü olmasın, mikrobiotamız yüklü olmasın. Və ən əsası burada bunlar sorbentdirlər, yəni toksinləri bağlayıb bağırsaqdan çıxardırlar, absorsiya edib bədəndən, yəni sorub çıxardırlar və ona görə də burada daha çox toksin yükü azalır. Toksin yükü azalırsa da əlbəttə ki, ilk olaraq bədəndə zədələnmiş hüceyrələrin sayı da azalır. Yəni nə qədər bağırsaqda toksin yükü çoxdursa da burada immun sistemdə, yəni bax bu prosesdə siqnallar yanlış gedəcəkdir. Yəni cavab olaraq da əlbəttə ki, bizə yanlış cavab gələ bilər. Və ona görə bizim fokuslanacağımız həmin ilk mərhələmiz toksin
yükü olmamalıdır. Çalışmalıyıq ki, biz gün ərzində toksin yükümüzü azaldaq. Məsəl üçün bunu biz profilaktik də edirik. Hər gün yox, profilaktik edirik ki, toksin yükümüz burada azalsın. Bəzən olur, İnsanların ən səhv nöqtələri buradadır ki, toksin yükü ola, məsəl üçün, immun sistemimizi mən gücləndirmək istəyirəm. Həmən insanlara nə verilir? Vitamin verilir və probiotiklər verilir ki, sənin bağırsağında problem var. Sən bağırsağını, yəni hər kəs eşidib ki, immun sistem 70% bağırsaqdadır və sən immun sistemini bərpa etmək üçün probiotik içməlisən və vitaminlər içməlisən. Yəni gəlin zəncirə baxaq. Bunu atmamış bu insana hüceyrənin aktivləşməsi üçün vitamin verir və yaxud da mikrobiotaya sağlıqlı bakteriyalar verir. Və burada da bu prosesdə yüklü miqdarda toksin var. Və əlbəttə ki, bu yenə də burada cavab yanlış olacaqdır. Məsəl üçün belə fikirləşək ki, yeni evə köçürük, ev çox tozlu, çirklidir və biz evə həmən əşya alırıq ki, onu istifadə edək. Yəni orada biz necə yaşayacağıq və cavab olaraq artıq siz özünüz hər biriniz cavabını tapıbsınız. Və ona görə burada birinci mərhələ bizim təmizlənməmizdir. Bağırsaq təmiz olmasa, immun sistemdə normal işləməyəcəkdir. İkinci mərhələ nədir? Bağırsaq mikrobiotamızı gücləndirmək və bu bilirik ki, mikrobiota nədir? Mikrobiota bizim orqanizmimizdə yaşayan bakteriyalardır. Burada lazımlı bakteriyalardır, lazımsız bakteriyalardır. Lazımlı bakteriyaların sayı nə qədər çox olursa da mikrobiom bir o qədər güclü olur. Və bizim hal-hazırda yediyimiz qidalara görə sağlıqsız bakteriyaların sayı çoxdur. Yəni son zamanlarda, yəni uşaqlarda, böyüklərdə daha çox gördüyümüz budur. Və ona görə biz mikrobiomamızı güclü etmək üçün bizə sağlıqlı bakteriyalar lazımdır. Və bunu da nə ilə edirik? Probiotiklərlə. Probiotik nədir? Lazım olan bizim bağırsaq mikrobiotamızı sağlamaq üçün lazım olan bakteriyalardır ki, probiotikin tərkibində var və bunlar sayəsində bizim faydalı bakteriyalarımız artır. Artıq bizdə həmin o patogen bakteriyalar azalır və burada bərpa prosesi başa gəldikdə və əlbəttə ki, baxın, bu zəncir mikrobiota sağlamdırsa da mikrobiotaya demək, burada immun hüceyrələr normal siqnal ötürüləcəkdir. Artıq orada hüceyrə qərar verəcəkdir ki, mən neyim? Və bunun üçün də probiotik burada bu mərhələdə, ikinci mərhələdə ən önəmli qida əlavəsidir. Və biz dedik ki, üçüncü mərhələdə burada hüceyrə aktivləşməlidir. Və bunun aktivləşməsi üçün biz bəzi vitamin minerallar var. Yəni hüceyrələrin sitakinlərə düzgün siqnal ötürüb bir-birlərinin arasında danışması üçün o ötürməni, cavab verməni həmin vaxt bu vitamin minerallar sayəsində olur. Yəni onu daha da gücləndirir. Və bəzi vitamin minerallar var ki, məhz bu sistemdə çox önəmli bir rol oynayır. Və bu vitamin minerallar hansı ki, bədən onu sintez etmir. Yəni yetərincə bədəndə olmalıdır ki, bu reaksiyalar baş versin. Və yenə deyirəm, təlimin başlayanda da dedim, son zamanlarda insanlar özləri üçün diyetlər edir və yəni aşağı kalorili qidalar alırlar. Onsuz da qidalarda minerallar çox az olduğu üçün və qidadan heç gəlmədiyi üçün bunun demək olar ki, depolar boşalır. Depolar boşaldıqca da və bu mexanizm çox zəifləyir. Və bu minerallar heç bir şəkildə bədən sintez etmədiyi üçün burada proses tez qırılır. Bunlar hansılardır? Bunlar vitamin A-dır, vitamin C-dir, Y-dir, sinkdir, selendir. Yəni ən önəmli vitamin minerallardır. Vitamin A və sink, vitamin A, C, Y haqqında danışaq, hansı ki, Novaminin tərkibindədir. Gəlin baxaq, burada daha çox elə bil ki, antioksidan bir vitamin kimi istehsal olubdur. Bu bizim immun sistemimizə necə təsir edir? Demək, vitamin A burada epidel qoruma. Yəni bu dəridə, bağırsaqda bir epidel qoruma var. Onu, həmin epidel qorumanı
epidel hissəni yaxşılaşdırır. Yəni hər hansısa bir virusun, bakteriyanın, yəni nəfəs yolundan da ola bilər. Yəni keçməsini qarşısını alır. Yəni vitamin A-nın bu prosesdə gördüyü işdir. Vitamin C nə edir? Vitamin C güclü antioksidantdır. Həmin o bizə daxil olmuş virusdur, həmin o hüceyrəni zədələmək üçün burada antioksidant rol oynayır, yəni onu zərərsizləşdirir. Vitamin Y isə həmin hüceyrənin membranı var, lipid membranı. Həmin onu ora hüceyrənin daxil olmasını, yəni virusların daxil olmasını qoruyur. Yəni onun üçün biz burada bu hüceyrənin aktiv şəkildə işləməsi üçün, bu prosesi gücləndirməyimiz üçün navaminin burada rolu bu şəkildədir. Ən önəmlisi sinkdir. Sink çox önəmli bir mineraldır immun sistemin işləməsi üçün. Demək biz dedik ki, T limfositlər var. T limfosit nədir? Ona qarşı antitel yaranır. Yəni yaddaşa verir. Artıq mən bunu tanıyıram. Məhz o insanların tez-tez xəstələnirlər, yaddaş mexanizmdə problem olduğu üçün. Məsəl üçün koronavirus keçirdikdə hamı sink mineralını tanıdı. Hər kəs onu içirdi. Artıq bu bir sosial şəbəkələrdə ümumi olaraq həkimlər də yazırdı. Yəni belə idi, həqiqi belə idi ki, artıq bunu yaddaşa versin ki, bu virusu tanıyıram. Yəni nə qədər bədənimizdə bizim bədənimizə uyğun miqdarda sink mineralı varsa da həmin bu T limfosit aktivləşəcəkdir və burada artıq virusa qarşı bir yaddaş formalaşacaqdır. Selenium çox önəmlidir. Demək, bədəndə bir mexanizm var. Glutasyon mexanizmi güclü antioksidan bir sistemdir. Selenium həmin bu glutasyonun içindədir. Bu neynir? Bu bədəndə demək olar ki, həmin bu toksinlərdən aldığımız oksidativ stres, yəni zədələnən hüceyrələri, yəni oksidativ stresi tamamilə aşağı salır, zərərsizləşdirir. Və ona görə də burada bu vitamin minerallara bizə ehtiyac duyuruq ki, həmin immun hüceyrələrdə funksional bir işləmə baş versin. Və bəzən olur ki, insanlar vitamin mineralı ancaq xəstələnəndə fikirləşirlər, lakin bu belə deyil. Gün ərzində bizim fermentlərimiz var ki, bunlara lazım olan fermentləri aktivləşdirmək üçün bizim vitamin minerallara, kiçik vitamin mineral, gündəlik vitamin minerallara ehtiyac var. Kim ki gün ərzində normal qidalana bilmirsə də və fərqində deyil ki, mən bugün lazım olan vitamini, mineralı gün ərzində aldım-mı, almadım-mı və bunların fərqində deyilsə də bizim bu gündəlik vitamin, minerala ehtiyacımız var ki, sistemimiz normal şəkildə işləsin. Və bunun üçün də Ritmi Zdarovya burada bizim köməyimizə çatır ki, bizim gün ərzində balanslı şəkildə həmin o immun sistemin, həmin o zəncirin balanslı şəkildə işləməsi üçün buna biz ehtiyac duyuruq. Və ən önəmli, əgər bütün vitamin minerallarımız biz gündəlik qəbul ediriksə də və yaxud da sağlam qidalanırıq, gün ərzində alırıqsa da bizim sinir sistemimizdə də heç bir problem olmayacaqdır. Çünki biz dedik, niyə beyin çox önəmlidir? Beyin birbaşa immun cavabda burada əsas rolu oynadığı üçün, əgər bizim vitamin, mineral depolarımız dolubsa da, xüsusilə B vitaminləri, hansı ki bizim beyin sistemimizdə ən önəmli vitaminlərdir. Bunlar da bizim beyin hüceyrələrimizə lazım olan vitamin, minerallar Ritmi Zdarovyanın tərkibində var və həmin bu immun cavaba normal şəkildə, düzgün şəkildə cavab verir. Bir də var, immun sistemin güclü şəkildə, alovlu şəkildə işləməsi. Yəni, bu da bizim bədənimizə zərər verir. Təlimlərdə hər zaman deyirəm ki, bu xroniki iltihabdır, antiinflamatordur. İmmun sistem burada artıq çox güclü şəkildə işləyir və burada iltihabı mediatorlar çox yüksək şəkildə olur. Yeganə, yəni bu çox yerlərdə artıq təsdiqini tapmış bir aktiv maddədir ki, omega 3. Burada yadımdan çıxıb şəklini qoymamışam. Hal-hazırda omega 3-dən söhbət gedir. Bunlar güclü antiinflamatordular. Məhz xroniki iltihab varsa da, bədəndə bu demək
interleykin o nədir? İltihabı mediatorlar. Onları söndürür. Elə bir yanğın var bədəndə. Bədən daim onunla mübarizə aparır. Onu söndürmək üçün bizim omega 3'e gün ərzində ehtiyacımız var. İnsanların daha çox səhv etdikləri nədir? İmmunitet gücləndirmək anlayışı. Və istəmirəm ki, siz də bunu bu şəkildə algılayasınız. Yəni, mən immunitetimi gücləndirirəm, nə edirəm? Zəncəfilli su içirim. Hər gün zəncəfilli su içirim, immunitetim güclü olsun. Bəli, zəncəfil çox antiinflamator bir maddədir, lakin onunla biz immun sistemimizi gücləndirə bilmərik. İmmun sistemimizin güclü olması. Gəlin baxaq. İmmun sistem bir uşaq dünyaya gəlirsə də ana öz immun hüceyrələrini uşağa ötürür. Yəni ana yeni doğulmuş bir uşaq bir müddət ananın verdiyi immun sistemlə yaşayır. Sonra isə biz özümüz, yəni valideyn məsələn 3 yaşından sonra elə bir həyat tərzi qurmalıdır ki, uşağın normal immun sistemi formalaşsın. Yəni buna da vaxt, il lazımdır. İmmun sistem bir günə yaranmır. Yəni onu gücləndirmək də, balanslı etmək də 1-2 günə, bir həftəyə də baş vermir. Yəni bunun üçün bizə bir müddət vaxt lazımdır. Və İmmun sistemi gücləndirmək anlayışı dedikdə biz mexanizmi, zənciri gözümüzün qabağına gətirməliyik və hər birini balanslı şəkildə düzgün istiqamətləndirərik. Və hər gün vitamin içmək, yəni nə gəldi içmək, bu düzgün deyil. Bəlkə yenə deyirəm, yəni insanların ən çox etdiyi səhv budur. Mən daim selenium içirəm ki, immun sistemim güclü olsun. Xeyr, belə bir şey yoxdur. Biz immun sistemin güclü bəlkə bizim bədənimizdə xroniki iltihab var. İlk öncə onu anlamalıyıq ki, yəni xroniki iltihabı biz aşağı salmasaq, seleniumun burada bizə heç bir effekti olmayacaqdır. Və yaxud da xəstə olmuruq, ta ki xəstələnməmişik, bir dönəmdəyik, mənim vitamin, mineral ehtiyacım yoxdur, mən onsuz da xəstələnmirəm, immun sistemim əladır. Xeyr, belə bir şey də yoxdur. Bədəndə hüceyrələr zədələnir. Ola bilər ki, biz ona simptom olaraq cavab vermirik. Lakin hüceyrələr zədələnməsi yığılır, bədən onu təmizləyə bilmir və burada da yenə də bizim immun sistemimiz mexanizmi pozulur. Biz immun sistemimizi güclü yox, balanslı etməliyik. Yəni balans olaraq cavab verməlidir bizim immun sistemimiz. İmmun sistem, hörmətli əməkdaşlar, ilk öncə hər bir kəsdən xahiş edirəm ki, həyat tərzi olmalıdır. Bizim hər bir şeyimiz daxil olmalıdır. İmmunitet nədir? Bizim həyat tərzimizdir. Əgər biz bədənimizi başa düşsək, əlbəttə ki, heç bir xəstəliklərdən qorxmağa ehtiyac yoxdur. İnsanlar xəstələnəndə başlayırlar ki, mənim immun sistemim zəifdir, mən neyniyim, bir sistem köçürüm. Bu yaxınlarda bunu da sizdən bölüşmək istəyirəm. Yəni mənim ailəmin bir yaxın dostudur və heç nədən immun sistemi gücləndirmək adından güclü bir özünə sistem köçürülübdür. Tərkibində güclü maddələr olubdu və həmən o insan şok keçiribdi və xəstəxanaya aparıblar və o insanı, cavan bir insandı, qurtara bilməyiblər. Yəni burada demək istəyim, insan durduq yerə mən immunitetimi gücləndirim, belə şey yoxdur. Biz immunitetimizi balanslı qurmalıyıq. Biz nə eləməliyik? Yəni fokuslanmalıyıq ki, bizim ilk növbədə bağırsağımız sağlam olmalıdır. Əgər bağırsağımız sağlamdırsa da, vitamin, minerallarımız, depolarımız normal şəkildə doludursa da, artıq bizim immun sistemimiz normal şəkildə özün fəaliyyətini görəcəkdir ki. Və əlbəttə ki, bizim burada qidalanmamız, həyat tərzimiz də burada daxildir. Nə qədər məsəl üçün ola bilər ki, vitamin, mineral qəbul edirik. Normal yuxu yatmırıqsa da immun hüceyrələr işləyə bilməz. Yəni bunlar hamısı balanslı şəkildə işləyir. Və yekunda demək istəyirəm ki, immun sistemimizi dəstəkləmək üçün mütləqdir ki, biz bədənimizdə balans yaratmalıyıq. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. Ümid edirəm ki, maraqlı təlim oldu, bilgiləndiniz və ən əsası bu təlimdən sonra öz iş həyatınızda sizə müraciət edən insanlara məhsulları düzgün seçməyə köməklik etməyiniz ən önəmlidir. Çünki baxın, əgər bizlərə müraciət edən insanlara biz düzgün istiqamət göstəririksə də, hər bir şeyi balanslı başa salıblarsa da, onlardan yaxşı nəticə alacağıq. Və
Əsas istədiyim sizdən də insanlara biz düzgün yol göstərək və mexanizmi düzgün anladaq. Və ən önəmli mənim bu təlimlərimdə keçdiyim hər bir mövzunu qeyd şəklində özünüzdə aparasınız və gündəlik bunları təkrar edərək biz beynimizə bunu yazılı şəkildə mütləqdir ki, beynimizdə qalsın və çünki biz nə qədər təlimlərə girsək də, bunu yazılı şəkildə etməyəndə artıq bu bizim yaddaşımıza həkk olmur. Yəni yaddaşımızda bu qalmır. Və onun üçün də burada çox önəmlidir ki, biz bunları yazılı şəkildə qeyd edək və hər gündə onlardan istifadə edək. Bu şəkildə əlbəttə ki, biz daha da qabaqda gedən şirkətlərdən biri olacağıq. Hər birinizə bir daha təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.